yata bilmirəm. Ondan sonra sıxılıram. Ölüm qorxusu gəlir həyəcandan. Başınız, baş ağrısı, başda sıxılma. Başım sıxılır o boynumun arxa hissəsindən. Sıxılır, kürəyim sıxılır. Elə bilirəm ki, kürəyimi belə sıxırlar, yığılır kürəyim. Aha. Göynəyir, sıxılır. Yata bilmirəm. Öz-özündən bir də kövrəlməyə gəlir, ağlamaq istəyirəm. Ondan sonra boğuluram, qəfil boğulma hissi gəlir. Elə ki, ani moment ürəyim yanacaq. Elə bilirəm, bayım bir dəqiqə öləcəm. Heç kimdən təmas qurmaq istəmirəm. Heç kimin yanına gedib nəsə danışmaq istəmirəm. Elə istəyirəm təklikdə uzanım. Elə yata bilmirəm, anda ürəyimdə danışıram. Başımda səs-küy var, qulağımda səs-küy var. Ancaq pis şeylər fikirləşirəm. Mən nəsə olacaq, öləcəm, pis xəstəliyə düşəcəm. Yəni, heç nədən zövq almırsınız? Heç nədən zövq almıram. Toya çıxmıram, bayrama çıxmıram. Adicə mən qonşuya keçirəm. Yəni, başa nətər Ağlama da tez-tez. Ağlamağı istəyirəm, yəni ki, istəyirəm ki, höykür bağlayam. Özündən asıl deyir. Deyirlər ki, çıx qonşuya, çıx toya bayrama. Məsələn, evə kimsə gəlir, mən keçirəm o otağa, oyna. Keçib xoş gəlmişsən, elə keçirəm o otağa. Müalicə almışsınız öncə? Yox, Şirvanda bir-iki dəfə 2-3 il bundan qabaq Elşan doktora gelmişəm. Baxdım ki, getdikcə gedirəm, heç xeyri də olmadı. Xeyri olmadı. Yaxşı. Toplam neçə ildir beləsiz? Toplam yəni çox olar. Belimin ağrısı, ondan sonra bu şikayətlər harca bəlkə də 5 il, 10 il var belə. Yox, belinizin ağrısını qoyduq kənara. Bu sizin özünüzü baş sıxılmalarınız, ağlama istəyiniz, boğulma, ürək çırpınma, bu şikayətləriniz. Azasa 1-2 il olar, var belə. Getdikcə lap pisləşirəm. Getdikcə lap pisləşirəm. Elə bilirəm ki, kürəyimdə adam tutur. Bax, kürəyim biraz sıxırlar. Ya elə bir kürəyim yanı biləcək. Yuxunuz da pisdir? Yuxum da pisdir, yata bilmirəm. Elə bilirəm ki, başımı yerə qoyacağım, öləcəm. Ya qəfil ani moment nəfəsim dayanır, boğulmam. Mənim yanıma sizə kim yönləndirdi? TikTok'dan görmüşdüm. Ən axırda variantı bu oldu. Yaxşı eləmişsiniz, gəlmişsiniz. Yaxşı olsun, Allah köməyiniz olsun. Yəni, və bir əncam çəkin, sadəcə ürəni. İnşallah, inşallah. İstəyirəm ki, ölümə doğru gedirəm. Allahın köməkliyi mən sizə müalicə yazacağam. Yaxşı, telefon nömrəmi də verəcəm. Siz mənlə əlaqə saxlaya, dərmanları mənlə məsləhət eləyə, yəni öz başınıza dərmanlarla bağlı qərar verməyin. Bu xoşuma gəlmədi, içmirəm. Və yaxud da bu xoşuma gəldi, biraz çox içim. Belə yox. Mən necə demişəm, hansı dozda demişəm, o şəkildə qəbul eləyin. İnşallah bir aydan sonra təkrar görüşəcəyik. Bu bir ay ərzində telefonla sizlə idarə eləyəcəyik dərmanları. Siz fərqi hardasa 2 həftədən sonra fərq hiss eləməyə başlayacaq.